Salam yoldaşlar, belə bir suala baxaq. Çingiz Aytmatovun Gün var əsrə bərabər əsərindəki obrazlarla bağlı uyğunluğun pozulduğu variantı bizdən istəyir. Gözətçi ilə dialoqunda özünün Vilayət Həmkarlar Şurasından olduğunu bildirir Sabitcan. Bu fikir doğru fikirdir. Sabitcan gözətçiyə deyir ki, mən Vilayət Həmkarlar Şurasındanam. Yəqin edir ki, bu fikrinə görə onları Anabeyt qəbristanlığına buraxarlar, amma alınmır. Buraxılış vərəqəsi olmadan içəri keçməyin mümkün olmadığını söyləyir cavan gözətçi. Bəli, bu fikir də doğrudur. Cavan gözətçi gələnlərə deyir ki, buraxılış vərəqəsi olmadan Anabeyt qəbristanlığına keçmək qeyri-mümkündür. Qəbristanlığa başqa bir yolun olmadığını soruşurdu Boranlı Yedigey. Bu fikir səhvdir. Qəbristanlığa başqa bir yolun olmadığını Caydaq Ədilbəy Boranlı Yedigeyə deyir. Boranlı Yedigey də deyir ki, buradan sağa 5 kilometrlikdədir həmin yol. İşi həll etməyə gedərək gözətçi otağından qanıqara çıxır. Bəli, bu fikir Caydaq Ədilbəyə aid olan fikirdir. Kimdir burada kənar adam deyə Boranlı Yedigəyə müraciət edir Tasınqbayov. Gözətçi çağırandan sonra Tasınqbayov gəlir. Burada həmin o Anabeyt qəbristanlığa keçmək istəyənləri kənar adam adlandırır. Yəni bu fikir də doğrudur. Cavab olur C bəndi.